4,8 desimetr uzunluğunda parçanı iki hissəyə ayırdılar və hissələrdən biri o birindən 3 sm böyük oldu. Böyük hissə neçə desimetrdir? Burada hər hansı bir parça çəkək, parçanı iki hissəyə ayıraq, hissələrdən birini x götürək, digəri isə x üstə gəlinsin 3 olsun. Parçamızın uzunluğu 4,8 desimetrdir. Burada santimetrlə vermişik. Desimetri santimetrə çevirsək 48 santimetr alınır. Hesablayaq parçamızı. X üstə gəlir, 3 üstə gəlsin x. Yəni 2x üstə gəlsin 3 bərabərdir 48 santimetr. 2x bərabərdir 48-dən çıxaq 3-ü. 2x bərabərdir 45. X bərabərdir 45-i bölək 2-yə. Və x bərabərdir 22,5 yenə deyim santimetr. Bizdən parçanın böyük hissənin neçə desimetr olduğu tələb olunur. Böyük hissə 22,5-dən 3 vahiddə çox idi. Bu da eləyər 25,5 santimetr. Və əgər 25,5 santimetri biz desimetrə çevirsək, ona bölərik. Çünki santimetr desimetrin 10^1 hissəsidir. 2,55 desimetr alarıq. Baxaq doğru cavabımıza 2,55.